Salam YouTube izləyiciləri. Bugünkü mövzum Pyotr İliç Çaykovski yaradıcılığından İlin Fəsilləri məcmuəsinin 6-cı pyesi olan İyun Barkarolla pyesinin təhlili olacaq. Deməli, bugün bu pyesi təhlil edirik və ümumiyyətlə hər bir əsəri ifa edəndə və yaxud onun təhlili haqqında danışanda bəstəkarı haqqında müəyyən fikirlər bilmək lazımdır. Və bizim kanalda artıq Çaykovski haqqında yetəri qədər məlumat olduğu üçün bəstəkar haqqında mən danışmayacağam. Sadəcə pyesə toxunacağam və İyun pyesi biz bilirik ki, bəstəkarın yaradıcılığında möhtəşəm əsərlərindən biri də deməli 12 pyes şəklində, məcmua şəklində proqramlı əsər olan, proqramlı məcmua olan deməli İlin Fəsilləri məcmuəsidir ki, burada 6-cı pyesimiz hər bir pyesə ad vermişdir bəstəkar və 6-cı pyesimiz Barkarolla adlanır. Barkarolla sözünün mənası İtalyan dilində qayıqçı demək, qayıqçının mahnısı deməkdir. Və əslində Barkarolla 8-də 6 ölçülü bir belə deyək ki, formada yazılmış mahnıdır. 8-də 6 ölçüdə yazılmış mahnıdır, amma bəstəkar özünə məxsus şəkildə 4-də 4 ölçüdən istifadə eləyir və Çaykovski bu pyesi sözsüz mahnı kimi yazmışdır. Barkarolla pyesi çox ecazkar musiqisi var, çox gözəl musiqisi var və musiqini dinləyərək mən deməli əsəri təhlil edəcəm. Və bu əsər haqqında deyə bilərik ki, bəstəkarın bu əsəri mürəkkəb 3 hissəli formadadır və hissələri getdikcə, təhlilin getdikcə müəyyən qədər izahlar verməyə çalışacağam. Və təbii ki, təhlili bilmək üçün bir əsərlə yox, təhlili bilmək üçün formaları, musiqi formaların, fakturanı, ümumiyyətlə musiqi haqqında və formalar haqqında ətraflı məlumat əldə etmək lazımdır. Və əsərimizin mürəkkəb 3 hissəli formadadır. Mürəkkəb 3 hissəli forma nə deməkdir? Bu forma 3 hissədən ibarətdir. Birinci hissə ya sadə 2 hissəli, ya sadə 3 hissəli formada olur. Sonra ikinci hissə yenidən 2 hissəli də ola bilər, sadə period da ola bilər. Üçüncü hissə isə birinci hissəni təkrarı deməkdir və bizim əsərimiz birinci hissəsidir. Deməli, birinci hissə mürəkkəb 3 hissəli formada ümumi əsərdir. Əsərin birinci hissəsi deməli qeyd eləyək, birinci hissə sadə 3 hissəli formadadır. Sadə 3 hissəli formadadır və sonra isə ikinci hissəmiz gəlir. İkinci hissəmiz 2 perioddan ibarətdir. 2 period var burada və sonra repriz gələcək və ardıcıllıqla mən əsəri deməli dinləyərək təhlil edəcəm. Və indi isə melodiyaya qulaq asaq, birinci hissənin təhlilinə baxaq. Mən deyərdim ki, burada verilən akordlar sanki girişdir. Əsərin giriş kimi vermişdir əsərə bəstəkar bu akordları. Ondan sonra isə artıq motivlər gələcək və ümumiyyətlə motivlər periodu əmələ gətirir və period bir forma kimi nədir? Period bir forma kimi biz bilirik ki, period bitmiş bir fikri bildirir, dövr deməkdir. Period əslində rusca, bu sözün rusçadır, yəni Azərbaycan dilində dövrdür. Yəni bitmiş fikri bildirir və burada periodu əmələ gətirir. İki cümlənin bir-biri ilə cavablaşmağı periodu əmələ gətirir, cavablaşması və cümlələr necə əmələ gəlir? Təbii ki, cümlələr iki motivin birləşməsi ibarə, yenidən iki motivin birləşməsi növbəti ibarəni və iki ibarə birlikdə birləşərək birinci cümləni əmələ gətirir və bu ardıcıllıqla növbəti ikinci cümləmiz əmələ gəlir və bundan sonra cavablaşan iki cümlə tam bitmiş bir fikri ifadə eləyir ki, buna da biz dövr deyirik, period deyirik. Təbii ki, period haqqında çox danışmaq olar. Kvadrat quruluşlu period var, hansı ki, birinci cümlə ilə ikinci cümlədə xanələrin sayı, məsələn, 4-4 olarsa, 8-8 olarsa biz buna kvadrat quruluş deyirik və yaxud da birinci cümləmiz 4, ikinci cümləmiz 5 olarsa və yaxud da fərqli olarsa biz burada artıq qeyri-kvadrat quruluşlu period deyirik. Yəni, period haqqında müxtəlif fikirlər deyə bilərik. Amma indi belə deyək ki, ümumi əsərdə qulaq asaq, burada biz görürük ki, birinci motiv səsləndi. Hətta motivlər belə bir-biri ilə sual-cavab şəklində. Elə bil ki, sual verir və ikinci motiv ona cavab verir. Deməli, baxın, yenidən eyni mövzunu eşitdik. Bu bizim birinci motivimizdir, düzdürmü? Bu isə ona cavab verir.
4'də 4 ölçü olanda ümumiyyətlə motiv musiqi əsərindəki ən xırda hissə motivdir. Amma bir çox müəllim qarışdırır. Yəni motiv elə bilirlər ki, motiv tək bir xanə deməkdir. Xeyr, motiv xanə deyil. Motiv nədir? Motiv içində bir aksenti olan hissəyə motiv deyilir və onu musiqi dili ilə hiss eləməliyik, o motivin səslənməyini ki, orada birinci motiv belə yarımçıq qalmamalıdır. Təbii ki, motivin içində bir submotiv də olur və o, yəni ki, motivin içindəki ən xırda hissədə deyək. Amma biz motivdən danışırıqsa, motivdə də nisbətən elə bil ki, məsələn, sual verir və o biri motiv də ona cavab verir. Bunu belə deyim də, musiqi dili ilə də hiss eləməliyik. Yəni xüsusilə biz əsəri ifa edərkən və yaxud da dinləyərkən motivləri özümüz hiss eləməliyik. Və biz burada görürük ki, bu birinci motivdir, bu isə ona cavab verən ikinci motivdir. Növbəti sonra yenə də belə deyək ki, burada artıq iki motiv birləşdi və bir ibarəni əmələ gətirdi. Götürsək birinci motiv, bu ikinci motivimiz və iki motiv birləşib bir ibarəni əmələ gətirir. Növbəti iki motiv birləşərək ikinci ibarəni əmələ gətirir və beləcə bizim birinci cümləmiz əmələ gəlir. Birinci cümlə adətən yarım kadansla bitir. Sonra isə növbəti dəfə, yəni ikinci belə deyək də, ikinci cümlədə, yəni birinci cümlə bitdikdən sonra artıq bizim birinci cümləmiz və ikinci cümlədə yenidən biz birinci motivi eşidirik. Yəni söhbət eyni adamdan gedir. Elə bil eyni adama sual verirsən, bax verirmişcəsinə, bax ikinci dəfədə biz motivi yenidən eşidirik burada. Və sonra isə onun davamı nisbətən fərqli formada gələcək. Təbii ki, təkrar motivlər olanda bu yeni formanı yaratmır. Amma mövzu dəyişirsə, notlar dəyişirsə, səslənmə dəyişirsə, deməli ki, burada təbii ki, biz faktoriyaya da baxanda görürük ki, yəni eyni motivlərdən istifadə edib bəstəkar yoxsa yox. İndi isə baxaq, yenidən həmin motivi, birinci motivi eşitdik. Aha, burada kvadrat period deyil. Yəni ki, birinci periodumuz ümumiyyətlə A periodu, bu A periodudur. A periodudur bura qədər və burada bəstəkar 1, 2, 3, 4 birinci cümləmiz, yenə də 1, 2, 3, 4 ikinci cümləmiz, amma 2 dənə əlavə motiv əlavə olunubdur bura. Və ona görə də burada qeyri-kvadrat quruluşlu periodu, bu kvadrat quruluşlu periodda yazmayıb. Bu bizim A periodudur. A periodu. Bu bizim A periodumuzdur. Çünki sadə üç hissəli forma olanda A periodu, B periodu, orta hissə və yenidən A onu təkrarlamalıdır. Və indi isə səslənəcək deməli ki, mövzu bizim olacaq ikinci periodumuz, yəni orta hissə. Yenidən bax, yeni də təkrarı eşitdik. Aha, qulaq asaq, bax, yenidən biz həmin təkrarı eşitdik. Deməli, B periodu başladı buradan B periodu. B periodu və B periodundakı cümlədən ibarət olacaq və deməli ki, başladı və 1, 2, 3, 4. Deməli ki, motiv, iki motiv birləşdi, bir ibarə, iki motiv birləşdi, bir ibarə və yenidən biz eyni motivləri gördük. Və burada da eşitdik ki, bax, yenə də eynən sual verəcək və sonra isə fərqli bir cavab alacaq. Artıq tam kadansa doğru gedən bir cavab alacaq. Aha, qayıtdıq A perioduna. Bax, bu səslənən melodiya artıq biz burada yenidən A periodu, B periodu və üçüncü hissə. Yəni, burada mövzunun təkrarını eşidirik və indi davamına qulaq asacaq və sadə üç hissəli formada A periodu, B periodu, orta hissə və A periodu artıq
burada deməli, üçüncü hissə repriz funksiyası daşıyır, repriz xarakterlidir. Yəni, burada biz birinci artıq burada A periodunun təkrarını işlədəcəyik. Və ikinci cümləsidir. Birinci A periodunun təkrarıdır, ikinci cümləsidir və bunu da sonlandırırıq, keçirik ikinci hissəyə. Və ikinci hissədə də artıq tempin dəyişdiyini və hətta tonallıq belə bəstəkar tonallığı dəyişir. Tonallıq da dəyişilir. Burada orta hissədə də tonallıq dəyişmişdi. Artıq belə deyək də keçid eləmişdi digər major tonallıqları, majorun harmonikalına keçid eləmişdi. Və əsərimiz özü qeyd etdik, yaddan çıxdı qeyd etmək. Əsərimiz özü sol minor tonallığındadır, və sonra ikinci hissəni isə bəstəkar sol major tonallığında yazır. İkinci hissə də iki hissədən ibarət, əslində epizod yox, epizod deyil, iki hissədən ibarət burada başlayır əsərimiz buradan və tonallığı görürük, tonallığın işarəsini görürük, fa diez və sol major tonallığında yenə də sadə belə deyək ki, periodlardan, iki perioddan ibarətdir, yəni sadə iki hissəli formadır. A periodu və B periodu olacaq. Ondan sonra isə ikinci hissənin sonunda hətta bəstəkar koda kimi müəyyən belə deyək ki, bir 4 hardasa bir 6 xanəli bir koda kimi istifadə edib, sonradan üçüncü hissəyə keçid alacaq. İndi isə dinləyək və bəstəkar bu əsərdə deyərdi ki, Çaykovskinin bu əsərində mürəkkəb üç hissəli formadadır. Bax, həddən artıq çox sinkopalardan istifadə edib bəstəkar və sinkopaları qeyd edə bilərik ki, xanə daxili sinkopalar var burada, hansı ki, belə deyək ki, bundan sonra iki xanə arası sinkopalardan istifadə edib bəstəkar. Bax, burada qeyd edə bilərik ki, xanə arası sinkopalar, xanə daxili sinkopalar, bas sostinatorlardan istifadə edib bəstəkar və biz bilirik ki, saxlanılan bas, deməli ki, bas ostinato nə deməkdir? Saxlanılan bas deməkdir. Bax, buralarda bas ostinato istifadə edib bəstəkar. Və hətta qeyd edə bilərik ki, bu polifoniyanın bir növüdür. Yəni, dəyişməyən bas əsasında polifonik variasiyalardır. Yəni, əslində bu pasakaliya da adlandırırıq. Yəni, burada bas ostinatlardan istifadə edib bəstəkar. Bir nisbətən də rəqs ritmli, belə deyək ki, rəqsvari bir hissə əlavə edib və dinləyək. Yenə də iki cümlədən bir-biri ilə sual-cavab şəklində birləşən iki cümlədən ibarətdir. Keçdik artıq nisbətən də punktirli ritmlərdən istifadə edərək bəstəkar və dominantlarla, dominant belə deyək ki, arpeggiyolarla, dominant akordları ilə gözəlləşdirib və özünə məxsus şəkildə bir koda verir ikinci hissənin sonuna. Yəni, biz burada qaldıq, bu hissədən artıq sonlandıracağıq və ondan sonra keçəcək reprizə. Və burada da qeyd edim ki, birləşən motivlər, birinci motiv, ikinci motivimiz və birləşərək ibarələri əmələ gətirir. Ondan sonra isə, deməli, birinci hissədə dediyim kimi, yenidən motivlər birləşir, iki ibarə və birinci cümləmiz və ikinci cümləmiz əmələ gəlir. Buradakı cümlələrin sayına baxaq. Birinci motiv, ikinci motiv, 3, 4. Bu bizim birinci cümləmizdir. Bu bizim birinci cümləmizdir və bu tərəfdən gələcək 1, 2, 3, 4, 1, 2, 3, 4. 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4. Deməli ki, burada birinci periodumuz kvadrat quruluşludur. 4 xanə, 4 xanə. Birinci cümləmiz 4 xanə, ikinci cümləmiz də 4 xanədən ibarətdir. Sonra isə gələcək bizim artıq ikinci periodumuz. Bunu adlandıra bilirik biz A periodu. İki hissəli formadadır bu, sadə iki hissəli. Sadəcə belə yaza bilərik ki, sadə iki hissəli formadadır. Yəni, bu olacaq artıq bizim A periodumuz. A periodu bu tərəfdə isə olacaq.
B periodu. Bu ise olacaq bizim B periodumuz və burada da bir-biri ilə cavablaşan 2 dənə cümləni görürük. Ondan sonra isə bəstəkar özünə məxsus bir sonluq, ikinci hissəyə sonluq verərək keçəcək üçüncü hissəyə. İndi isə dinləyək. Əvvəlki tempdə, yəni reprizimiz artıq birinci hissənin təkrarı gələcək. Və eynən birinci hissənin təkrarıdır. Və mürəkkəb üç hissəli forma dedikdə, mürəkkəb üç hissəli formanın deməli sxeminə qeyd eləyək. A, B və A1. Bu mürəkkəb üç hissəli formanın sxemidir və əsərimiz Barkarolla pyesi mürəkkəb üç hissəli formada yazılmışdır. Və üçüncü hissə də birinci hissəni eynən təkrarlayır. Bir daha ümumi göstərsək, birinci hissəmizdir. Sadə üç hissəli formada yazılıb birinci hissəmiz və burada bitir. Sonra gəlir ikinci hissəmiz, sol major tonallığına istinad edir və sonra ikinci, bu A periodudur, kvadrat qoluşlu. B periodunda artıq ölçü dəyişir və B periodunu görürük. Sonra B periodunu arpejiolar şəklində koda ilə, özünə məxsus şəkildə mən buna koda deyərdim, sonluq verir bəstəkar ikinci hissənin sonuna və tamamlayır. Ondan sonra üçüncü hissə əvvəlki tempdə, üçüncü hissədə eynən birinci hissənin təkrarı kimi tamamlanır.